Dostlar, hamınızı xoş gördük. Bugün sizinle birlikte 4-cü sinif Azərbaycan dili iş dəftərindən səhifə 19-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Ümumiləşdirici təkrar. A. Mətni oxu və adlandır. Sahib cin atına minmişdi. O otağa daxil olub uca səslə dedi: "Belə şey olar? Məgər mənim əylənmək hüququm yoxdur? Mən kompüterdə oynamaq istəyirəm, amma Faiq macal vermir. Balaca olanda nə olar ki? Adamın hüquqlarını tapdalayarlar." Ata təəccüblə dedi: "Sahib, deyəsən hüquqlarını yaxşı bilirsən. Bunu sənə kim öyrədib?" "Müəllimimiz." O deyir ki, uşaqların müdafiəsi haqqında beynəlxalq sənəd var. Orada bütün hüquqlarımız göstərilib. Lap yaxşı, bəs müəlliminiz başa salmayıb ki, uşaqların hüquqları ilə yanaşı vəzifələri də var. Dərs oxumaq, böyüklərin sözünə qulaq asmaq, milli mənəvi dəyərlərimizi qorumaq. Başa düşmək lazımdır ki, hamının əylənmək hüququ var. Bir-birinin hüququna hörmətlə yanaşmaq ailə üzvlərinin vəzifəsidir. Yazıb Gülşən Orucova. Tapşırığın şərtində deyirdi ki, mətni oxu və adlandır. Oxuduq, adlandıraq. Deyə bilərik hüquqlar və vəzifələr. Mən belə adlandırdım. Siz də necə istəyirsinizsə elə adlandıra bilərsiniz. B. Səncə ata sahibə daha yaxşı məsləhətlər verə bilər? Verə bilər ki, vəzifələrinə əməl edərək, digərlərinin də hüquqlarını nəzərə alaraq, hüququnu tələb etsən daha yaxşı olar. Belə də tövsiyə eləyirəm mən. Yəni ata sahibə bunları deyə bilər. Mətndə altına xətt çəkilmiş sözləri düzgün yaz. Deməli, baxaq altından hansı sözlərin xətt çəkilib. Kompüterdə, Faiq, təəccüblə, müəllimimiz, müdafiəsi. Deməli, kompüterdə yox, kompüter. Faiq yox, Faiq. Təəccüb yox, təəccüb. 2 dənə ə, 2 dənə c. Müəllim yox, müəllim. Müdafiə yox, müdafiə. Bunlar müxtəlif saytlı, təkəcalı sözlərdir. Mətndə fərqləndirilmiş frazeoloji birləşmələr bir sözlə əvəz edib yaz. Cin atına minmək. Deməli, cin atına minmişdi. Hislənmişdi. Sonra nə var? Cin atını fərqləndirilmiş, yəni fərqli rəngdə yazılmış. Məsələn, burada mavi yazılıb. Başa salmayıb. Anlatmaq. Başa salmaq, anlatmaq. Sonra qulaq asmaq. Qulaq asmaq, eşitmək. Başa düşmək də nədir? Anlamaq. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.